Demək, modern kompleksin istifadə qaydasını izah edəcəyik burada. Bir dənə rolikdir, 2 dənə düymədir. Bizə lazım olan düymələr bunlardır. Yəni rolik, bir də bu düymələr. Söndürüb yandıran düymə budur. Bir dəfə sıxırıq sönür, bir dəfə sıxırıq yanır. Qaz gəlib kəsilərsə, qazı axtarır. Tapa bilmirsə ekranda E1 yazacaq. Gördünüz, E1 yazırsa, evdə 4 gözlə qaz gəlirsə, gəlirsiniz bura, söndürürsünüz, yandırırsınız, yəni reset edirsiniz. İkinci düymə yay qış rejimidir. Bir dəfə sıxırıq buradan olur qış rejimi, atapleniya işləyir. Atapleniyanın dərəcəsini nizamlayırıq qış rejimində. Neçə dərəcə istəyirik qoyuruq. Burada bizə məhdudiyyət yoxdur. Bir dəfə sıxırıq, olur yay rejimi. Yay rejimində isə günəş, burada günəş yanır. Yay rejimində ancaq isti suyun dərəcəsini nizamlayırıq. Duş, kuxuna, krant, yəni bunlardır. Sağa tərəf dərəcə artır 60-a kimi, sola tərəf azalır. Burada bizə məhdudiyyət var. Burada elə bir dərəcə qoymalıyıq ki, krantdan soyuq su qatmayaq. Üzr istəyirəm, yuyunanda, isti suyu açanda elə bir dərəcə qoyaq ki, krantdan soyuq su qatmayaq. 42-43 dərəcə normaldır. Həftədə bir dəfə 10 gündə bir manometrimiz var. Buna baxırıq. 1 ilə 2-nin ortasında olmalıdır. Əgər aşağı düşərsə, burada qara krant var. Bunu bu istiqamətə açırıq. 1 ilə 2-nin ortasına gətiririk bu şkalanı. Sağ tərəfə isə bağlayırıq. İşte bu qədər. Yəni istifadə qaydası bundan ibarətdir.